Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz T-64 tankıdır. Xoş izləmələr. T-64 tankının ilk model 1960-cı illərin əvvəllərində hazırlanıb. Bu model 115 mm çaplı yivsiz 2A21 topu ilə təchiz olunmuşdu. Eyni zamanda tankın zırhı da zəif idi. Daha sonra 1966-1967-ci illərdə seriyanın T-64A modelinin prototipləri hazırlandı və T-64A tankı 1968-ci ildə Sovet tank qoşunlarının silahlanmasına daxil olmağa başladı. Əsas T-64 tankı A modeli ilə ortaya çıxdı. T-64A ümumi cəhətdən həm özünün baza T-64 modelindən, həm T-62-dən çox üstün idi. T-64A həm 125 mm-lik topla silahlanmışdı, həmçinin T-64A SSR və dünyada ilk dəfə olaraq avtomatik doldurucu ilə təchiz olunmuşdu. Bu sayədə tankın ekipajı 4-dən 3 nəfərə endirildi. Bu tankda mərmilər gövdənin ortasında barıt hissəsi dik formada 360 dərəcə yerləşirdi. Bu avtomatik doldurucu tankın topunu 7 saniyədə doldura bilirdi. Lakin bu avtomatik doldurucu çox ciddi təhlükəni də özü ilə birlikdə gətirdi. Çünki bu doldurucuda mərmilər 360 dərəcə dairəvi gövdənin ortasında yerləşir və beləcə tankın zırhı dəlindiyi zaman içəridə yaranan partlayışdan yüksək ehtimalla tankın sursatı partlayır. T-64A-da həmçinin dünyada ilk dəfə olaraq kompozit zireh texnologiyasından istifadə olundu. Tankın ön üst gövdəsi 80 mm reha polad, ardında 52,5 üstəgəl 52,5 şəklində, 105 mm tekstalit və tekstalitin ardında 20 mm təkrar reha şəklində, ümumi 205 mm qalınlığında kompozit zirehlə təchiz olunmuşdu. Tekstalit zireh əsasən kumulyativ mərmilərə qarşı nəzərdə tutulub. Bu sayədə T-64A-nın ön gövdə zirehinin dözümlüyü kinetik enerjili mərmilərə qarşı 300 mm, kumulyativ mərmilərə qarşı 450 mm təşkil edir. Tankın qüllə zirehi isə tökmə reha və HHS zirehindən ibarətdir və dözümlü kinetik və kumulyativ mərmilərə qarşı 450-500 mm arasında dəyişir. T-64A tankı qalın zirehli olsa da, o kiçik bir tank idi. Bu sayədə onun 38 ton çəkisi var idi. T-64A 700 mm at gücündə dizel mühərriklə təchiz olunmuşdu. Onun maksimal sürəti asfalt yolda saatda 60 km təşkil edirdi. Geri sürəti isə sadəcə 3 km idi. T-64A-nın ana silahı isə 125 mm çaplı yivsiz 2A46 topu idi. Bu top 60-cı illərdə AP-FSDS mərmiləri ilə 2 km məsafədən 300 mm-ə qədər zireh dələ bilirdi. Kumulyativ HIT-FS mərmiləri ilə isə 450 mm zireh dələ bilirdi. Daha sonra 1976-cı ildə seriyanın T-64B modeli ortaya çıxdı. T-64B-də tankın gülləsindən HHS zirehi ləğv olundu. Onun yerinə reha zirehinin ortasına cüt şəklində yüksək sərtlikdə korindon topları yerləşdirildi. Bu sayədə tankın güllədəki dözümlüyü 570 mm-ə qədər artırıldı. Həmçinin artıq 70-ci illərdə yeni AP-FSDS mərmiləri ilə tankın topu 2 km məsafədən 420 mm-ə qədər zireh dələ bilirdi. Əlavə olaraq da tank əleyhinə idarə olunan Kobra raketindən də atəş aça bilirdi. Daha sonra 1985-ci ildə seriyanın T-64BV modeli ərsəyə gəldi. T-64BV-də tankın gövdə zirehinin düzülüşü və qalınlığı dəyişdirildi. Tekstalit zirehin qalınlığı 35 mm azaldıldı, yerinə reha zireh əlavə olundu və tankın gövdə zirehi 60 mm reha, 35 mm tekstalit, 30 mm reha, 35 mm tekstalit, 45 mm reha şəklində yerləşdirildi. Bu sayədə tankın gövdə zirehinin kinetik enerjili mərmilərə qarşı dözümlüyü 300 mm-dən təxminən 350-400 mm arası bir səviyyəyə yüksəldi.
Həmçinin tankın həm gövdəsi, həm qülləsi kontakt bir reaktiv zireh ilə təchiz olunaraq zireh qorunması kumulyativ mərmilərə qarşı 300 mm artırıldı. T-64 BM Bulat isə seriyanın Ukrayna modernizasiyasıdır. Modernizasiya çərçivəsində tankın ön gövdə və qülləsi kontakt 5 reaktiv zireh ilə təchiz olunub, həmçinin tankın mühərriki dəyişdirilib və 850 at gücündə mühərriklə əvəz olunub. T-64-lər Özbəkistanın silahlanmasında var, həmçinin müharibəyə qədər Ukraynanın da silahlanmasında var idi. Həmçinin 2000-ci illərin əvvəllərinə qədər ordumuzun da arsenalında T-64-lər var idi, amma hal-hazırda ordumuzda bu tankın olub-olmadığı bilinmir.